gənc futbolçumuz Serbiyada, Crvena Zvezdada çıxış eləyir 16 yaşlarında. İndi hal-hazırda 7-sən, 7 nömrəsən, gələr üstünsən bu. Bu adam konkret olaraq beynini qoyub ki, Cristiano Ronaldo. Cristiano Ronaldo! Polyot Superman! Bu hər bir idmançının özünün bir məqsədi var da, düzdürmü? Sənin məqsədin nədir? Mənim məqsədim gələcəkdə professional futbolçu olmaq və milli komandada layiqincə çıxış eləmək. Yəni mən misal üçün güləş sferasındayam. Biz heç bir güləşçimizi harasa, kiməsə, hansısa dövlətə nə vermək fikrində, indi də bizim güləşçimiz getmək fikrində. Gələcəkdə şans verilsəydi sənə, sən hansı komandanı seçərdin? Yaşlarıma demək istədiyim odur ki, çətinliklərdən qaçmasınlar, nə qədər çətinlik olsa belə davam eləsinlər, özlərinə məqsəd qoysunlar. İnşallah Allaha güvənsinlər və hər şey yaxşı olacaq. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Nurik, necəsən? Yaxşı. Nurik efirdə. Biz görüşdük uzun müddətdən sonra çəkilişdə. Çəkilişdə və belə demək olar tez-tez görüşürük. Burası çəkilişdə inşallah. Nurik özü barədə danışmayacaq bu günləri. Növbəti efirdə nailiyyətləri barədə olacaq. Bu dəfə isə Nazim futbolçudur. Onunla birgə gəlib. Gənc futbolçumuz Serbiyada, Crvena Zvezdada çıxış eləyir 16 yaşlarında və məsələ nədir ki, Crvena Zvezda Liga Çempionovun qalibi olub. Bilirsən, sən xəbərin var. Yəni elə belə klub deyil ha. Bu barədə danışacağıq inşallah Nuriklə. Mövzumuz futboldur bu gün Nurik. Deməli, hər birini salamlayıram bizim izləyicilərimizi. Bu gün bizim dostumuz, qardaşımız Nurəddin Rəcəbov yanımızdadır və bu günləri bir çoxu fikirləşəcək ki, söhbət güləşdən gedəcək. Ancaq Nurəddin müəllim tək güləş yox, bütün idman növlərin həm güləşdə heç, güləş Nurəddin müəllimin həyatıdır və Nurəddin müəllim verdiyi nəticələr barədə növbəti verilişlərə danışacaq. Bu dəfə mövzum futboldur. Bəli. Nurəddin müəllim. Maraqlı. Gənc futbolçu, 16 yaşında və bu idmançımız bizi Serbiyada, Crvena Zvezdada bizi təmsil edir. Azərbaycanı təmsil eləyir. Bir çox insanlar bunu bilmirlər və inşallah bizim bu efirdən sonra məlumatları olacaq ki, Avropanın ən yaxşı komandalarından birində. Çünki Crvena Zvezda Avropanın ən tanınmış komandalarından sayılır. Çünki Liga Çempionovu da bir dəfə götürüblər. Yəni bir çox mükafatları da var və bizim üçün çox xoşdur ki, Nazim orada indi 16 yaşlarında orada məşqlərini eləyir, yaşayır və inşallah ki, karyerası Avropada daha da yaxşı klublarda, yəni Crvena Zvezdanın özünə elə qalmağa böyük bir nəticədir. Nazim, xoş gəlmisən. Xoş gördük. Necəsən? Yaxşı, necəsiz? Neçə gündür Bakıdasan? Uşu bir aydır. Bir aydır Bakıdasan. Məşq eləyirsən yoxsa necə? Hə, 20 gün milli toplamış oldu. Millidə olmusan, buranın milli komandasında. Hə, o neçə yaşda? 16 yaşlarında. 16 yaşlarında. 16 yaşlarında. İstəyirəm özün barədə məlumat verəsən. Yaxşı, mən Nasim Əliyev, 16 yaşım var. Serbiyada yaşayıram, Crvena Zvezda klubunun üzvüyəm. Azərbaycan milli komandasında oynayıram, çıxış edirəm 16 yaşlarda. Serbiyaya 13 yaşımda getdim. Futbolda ki, çox balaca olanda başladım. O da ki, atam güləş müəllimi idi, mənə zala aparırdı özü ilə, elə güləşə başladım. Amma ki, güləşdə davam eləmədim. Yaxşı alınırdım mən də güləş, amma ki, atam qərar verdi ki, özü bilir ki, daha çətindir güləş, çox çətindir. Ona görə də məndə də futbolda potensialım var idi. Ondan sonra 5 yaşımda başladım futbola.
İlk məşqçim Ruhin Əliyev olub. Aha. Ondan sonra da keçdim Vətən Futbol Akademiyasına, futbol məktəbinə. Aha, maşallah. Orada çıxış elədim 12 yaşıma kimi Sabah futbol klubu. Aha. Sonra da keçdim Serbiya, Çervena Zvezda. Çervena Zvezdaya. O 3 il bundan qabaq. Yaxşı ki, necə oldu fikir oldu ki, sırf Çervena Zvezda olsun? Çünki bir çox Avropanın ölkələri var və bir çox ölkələrin klubları Niyə var. seçim oldu? Niyə seçim oldu Çervena Zvezda və səbəb burada qalmamağın səbəbi nə oldu? Ora getməyimin səbəbi Çervena Zvezda böyük klubdur, Avropada tanınmış klubdur, Bəli. akademiyadır. Bəli. Ən yaxşı akademiyalardan biridir. Və ora getmək üçün bizə kömək eləyənlər oldu. Bizi ora baxışa çağırdılar. Mən də getdim, şükürlər seçildim. Ondan sonra da elə qaldıq orada. Orada qaldınız. Yəni bir sizdə bu Avropada klublarda qalmaq, seçilmək çox çətindir, həddindən artıq. Çünki ora dünyanın hər yerindən gəlirlər və öz daxildə də futbolçuları çoxdur və bunların arasında seçimdə olmaq və orada bir sizdə 16-da sonra neçə gedir? Orada 17, 18. Hər komandada az yaş komanda və var orada böyük komanda var da. İndi altdan yuxarı sizdə necədir bunlarda elə də. İndi qalxmaq çox çətindir və hər komandada 22 nəfərdir, 22-23 nəfər olur da. 22, 22-23 baxırda indi sizdə neçə nəfərdir? Bizdə indi hal-hazırda 18 nəfər. 18 nəfərdir də. Yəni əksəriyyət Serbiyanın uşaqlarıdır, yoxsa oradan yəni kənardan gələnlər Balkan var? ölkələrindən gələn uşaqlar da var. Makedoniyadan, Bosniyadan, Kosovadan var komandada elə bunlardır. Aha. Dil bilirsən yoxsa necə? Dil bilirəm bu şey. Öyrəndim orada. Onların dilini bilirsən yoxsa necə? Serb dilini. Serb dilini bilir. Mahallacız. Serb dilində biz birlikdə güclüyük nə deməkdir? Mi zajedno jak güclü bilirdi. Yəni belə deyilir. Bəli. Necə? Mi zajedno jak. Hoş yaxşı, boş işdir. Başa Maraqlı düşdük bir də. şeydir. Ha, yəni həqiqətən hal olur. Yəni ki, serb dilini bil. Amma maraqlı nədir Rüfət müəllim? Siz ora getdinizdə seçimə. Bəli. Deməli, sən ilk məktəbiniz olub burada Vətən futbol klubu. Bəli. Sonrakı məktəb olub Sabah futbol klubu. Mən nəyi düşünürəm? Deməli, bizim futbol klublarımızda istər Vətən, istər Sabah futbol klubu deməli möhtəşəmdir ki, siz ora gedən kimi sən seçilmisən. Düzdür, fundament deyirlər də buna. Fundamentimiz deməli bizim yaxşıdır və bizim son bu futbol görüşlər, məsələn, biz baxırıq da, Azərbaycan Qarabağ futbol klubu olsun. Yəni bizləri sevindirir. Aha. Deməli bizdə var. Biz əsasən həmişə tək mübarizəyə üstünlük veririk də. Komanda oyunlar bizdə istədiyimiz kimi deyil, amma baxıram ki, artıq komanda idman növləri artımı çox böyük ki, orada da sən orada seçiblər. Yəni nə qədər ora dövlətlərdən gəlir, nə qədər insanlar gəlir, amma baxmayaraq ki, çox az bir adam seçilir, düzdür? Nazim sağ olsun ki, maşallah olsun ki, sən orada seçilmisən. Necə oldu ki, sən ora yəni getdin, dəvət aldın yoxsa belə getdin? 13 yaşım vardı mənim o vaxtları. Valideynlərim də başa düşdülər ki, elə yaşdır ki, futbol ölkəsinə getmək lazımdır. Ondan sonra da ki, tam 100% hazır idim mən futbol baxımında. Elə getdik, orada seçimlərə çağırdılar. Getdik seçimlərə, 10 günlük məşq toplanışı. Ondan sonra da ki, seçildim, qaldım orada. Ümumiyyətlə, hər bir idmançının, hər bir futbolçunun öz kumiri var da. Ronaldo yoxsa Messi, səncə? Məncə Ronaldo. Niyə Ronaldo? Çünki daha disiplinlidir, daha məncə güclüdürlər. Mənim üçün daha Messi xoşuma gəlmir açığı. Xoşun gəlir. Sən özün də Ronaldo oxşursan, elə tipi elə Ronaldo tiplidir. İnşallah arzu edirəm ki, Ronaldo kimi inşallah. O digit hamı yazacaq ki, Allah nə danışır. Bu niyə də olmasın? Sabah heç kəs bilmir onun ki, nə olacaq. Sizin elə verilişlə bağlı, məsələn, motivator, yəni bu həqiqətən də bütün gənclər, bizim futbol oynayan gənclərimiz var ki, baxırsan ki, elə sadəcə oynayır, amma məqsədi yoxdur, məsəl üçün, inamı yoxdur, məqsədi yoxdur, çox dedikodular var, bunun adamı var, o var, bu yox, xeyr. Elə də idmanda adam məsələ söhbəti yoxdur, yaxşı, burada oldu daxildə adam, bəs Avropada, bəs dünyada, sadəcə bunlar ortalıq danışıqlardır. Sənin bu hərəkətin də bütün gənclərə, Rüfət müəllim, Azərbaycan gənclərə motivasiya deməli mümkündür. Sadəcə müəyyən zaman əziyyət çəkmək lazım. Müəyyən yaşa qədər əziyyət çəkmək lazımdır ki, düzdür? Bu maşallah.
Yəni gətirilər motivasiyasını. Sən ona görə öz futbolundan danışmalısan ki, hə Rüfət müəllim, bu və bu baxanlar da, bu gənclər də bilsinlər ki, belə bir şey var. Biz çox istərdik ki, Nazim gəlsin, yəni artıq necə deyirlər, professionallaşsın böyük futbolda və öz ölkəmizi layiqincə təmsil eləsin. Mən məsələn bunu istəyərdim. Bəs Azərbaycan futbolunda kimi belə kumir kimi özü görürsən? Azərbaycan futbolunda Qurban Hocanı kumir kimi görürəm. Həm müəllim olaraq, həm də ki, futbolçu olaraq bəyənirəm Qurban müəllimi. Qurban müəllim bəyərsən. Buradan Qurban müəllimə salamlar deyirik. Qurban müəllim Azərbaycan futbolunda idmançılarımıza verdiyi dəstək, ondan başqa Qarabağın etdiyi, verdiyi nailiyyətlər dünyada zarafat deyil. Liqa çempionluqda bu illəri. Qurban müəllimin iş prinsipidir, disiplinasıdır. Çox yüksək səviyyədədir ki, deməli bunlar baş verirlər. Bu qalibiyyətlər baş verir. Bugünkü gün hansısa bir idmançının hansısa bir səviyyə çıxartmaq üçün, komandanı səviyyə çıxartmaq üçün böyük əziyyətdir də. Yəni bu insanın geri 5 dənə baş olsun ki, onu eləyə bilsin. Böyük professional idman həddindən artıq çox dəryadır. Deməli, bu hər bir idmançının özünün bir məqsədi var da, düzdürmü? Sənin məqsədin nədir? Mənim məqsədim gələcəkdə professional futbolçu olmaq və milli komandada layiqincə çıxış eləmək. Belə baxanda Qafqaz ölkələrinin çoxsunda güclü futbolçular var, hansı ki top klublarda oynayan. Mən də inşallah Zvezəyə bir addımıdır ki, Azərbaycanı təmsil edeyim, top klublarda oynayım gələcəkdə. İnşallah. Və görsən Nazimin fikirlərinə bax, yəni mən səhərdən qulaq asıram, Nazimin fikirləri mən düşünürəm, görsən gedib orada professionallaşmaq, yəni dünya futboluna gəzmək, professionallaşmaq və qayıdıb Azərbaycanımızı təmsil etmək. Yəni görsən bu vətənpərvərlik bu da. Mən bu düşünürəm ki, vətənpərvərlikdir. Bəli, idman da olacaq, sıxmaq da olar, boğmaq da olar, çətinlik də olar. Bunlar hər birisi əgər bir idmançı hədəfinə çatmaq istəyirsə, mütləq şəkildə o əziyyətlərdən keçməlidir və həmin o çətinliklərin üstünə getməlidir. Sən o çətinliklərin üstünə getdikcə daha güclü olacaqsan. Görsən, müəyyən çətinliklər yaranır. Burada mən bilirəm ki, ciddi bir şey olmayıb. Müəyyən çətinliklər yaranır, düzdür? Və sən qarşıma məqsəd qoymusan ki, gedəcəksən sən Avropa klublarında oynayasan, artıq vaxtı daha güclü olmalı. Düzdür? Ona baxmayaraq və bunu elədin. Və getdin və bu günləri tanınmış bir Serbiyanın klubundasan, düzdür? Sən çalışırsan ki, indi daha professional olasan və gəlib, liqa təbii ki, indi oynayasan, amma dövlət kimi gəlib öz dövlətimizi təmsil edirsən. Fikirlərin budur, düzdürmü sən? Biz də elə bir dövlətdəyik ki, biləsən ki, biz yaxşılarımızı, ümumiyyətcə özümüzü, yəni heç bir dövlətə həval eləmirik. Yəni, mən misal üçün güləş sferasında biz heç bir güləşçimizi harasa, kiməsə, hansısa dövlətə nə vermək fikrində, indi də bizim güləşçilərimiz getmək fikrində. Kollar aşağıdan, bol mu vuruşunum? Hazır! Hazır! Gittiğinde oynamaya Berat bas! Yakın baş yukarı! Arkaya! Özümüzü, milli, yəni o əhval-ruhiyyə budur. Mən inanıram ki, səndə o da düzdür. Fikrim çatdırmı? Yəni çətinliklərdən keçmək lazımdır. Biz bu haqda danış. Yaşlılarıma demək istədiyim odur ki, çətinliklərdən qaçmasınlar. Nə qədər çətinlik olsa belə davam eləsinlər, özlərinə məqsəd qoysunlar. İnşallah Allaha güvənsinlər və hər şey yaxşı olacaq bir vaxt. Bax qardaş, mən sualım sənə budur ki, inşallah ki, bilirsən ki, gələn illəri deməli Avropa çempionatı olacaq. Avropada yox, dünya çempionatı. Dünya çempionatı Özbəkistanla Azərbaycanda olmalıdır, düzdürmü? Ancaq orada 20 yaşlılar olmalıdır, düzdür? Sənin də 16 yaşın var. Yəni ora sırf yaş baxımından indi sən yaxşı sezon keçirsən, yaxşı oynasan, ora düşmək ehtimalın var, yoxsa yaşa görə orada şey var, məsələn, 16 yaşında olanda 20 yaşda mən bildiyimə görə problem yoxdur. Yəni o dərsləkləyirsən, oynayışa baxır, güclü oynayırsansa inşallah ehtiyac olursa da. Mən çalışacağam ki, bu bir il ərzində məşqlərimdə, oyunlarımda özümü sübut elimi göstərim. Hər şey gücüm əlimdən gələni qoyum ortaya, mənə çağırsınlar. Hədəfim odur indi. Qabağımdakı hədəf odur ki, o 20-yə çağırsınlar, dünya çempionatına gedim.
Belə. Ya məqsəd indi mənə ən böyük məqsədin odur. Sırf İndi, dünya çempionatına tamam. düşəsən. Bəli. Dünya çempionatında da yaxşı nəticə göstərə bilsən və bu demək olar ki, çox böyük bir Uğurdur. Böyük bir uğur olacaq. Çünki bu gün baxanda bunun 16 yaşı var, ancaq Yamalın da 17-18 yaşı var. Lamine Yamal. Quickly three players converge, but he's beaten them all. Lamine Yamal! Oh, wow. Bu adam Yamalın neçə yaşı var elə? 19. Bir suyun çayına oxşayır elə saçın düzümü Yamalın özünə. 19 yaşı var, aramızda 3 yaş fərqi var, ancaq adam 16 yaşında Avropa çempionu olur. Yəni Yəni eləyə bilərsən. Yəni insan bunu eləyibsə, o adam bunu edə bir insan öz əlindədir də. Yəni indi mənim maraqlıdır bu nə yeyir, nə içir. Bu baxırsan buna 16 yaşı var, onda 16 yaşı var. Adam ancaq ki çox böyük bir fərq var qardaş. Bu 16 yaşında Avropa çempionu oldu. Avropa çempionu oldu. Orada fenomen adamlar. Fenomenlər, həqiqətən. Ancaq ki, yenə deyirəm, bu hər şey mümkündür. Bilmək olmaz 5 ildən, 10 ildən sonra Yamalə qarşı oynaya bilərsən. Nə bilim, indi bu sənin yaşın demək olar ki, Cristiano Ronaldo'nun oğlunun yaşındasan. Bəli. Düzdür? İndi Cristiano Ronaldo bir dəfə Həbiblə söhbət olub, Həbib danışıram, deyir, görəm qanı qaradır. Deyirəm, nə olub Ronaldo? Anekdot kimi alınır, ancaq əslində olan söhbətdir. Deyir, heç nə deyir, biraz fikirliyəm ki, oğlumun hər şeyi var. Qaraja girir Ferrarisindən, Lamborghini, Rolls-Royce-dan, gündə bir maşından məktəbə gedir. Bunun deyir, motivasiyası nə olacaq deyir. Gör nəyə oturub düşünür ki, insan hər şeyi olanda hədəfə çatmaq. Məsələn, bu acdır. Tutalım. O isə tox, yəni tox hər şey var da. Və indi də baxırsan ki, uşaq oynayır, özlərində işləyir. İndi Ronaldo'nun oğludur da. Ronaldo'nun düşüncəsinə bax ki, istəmir oğlu buna görə tanınsın və deyir ki, neynirsə özünü eləsin. Ona görə sənin indi bugünkü gün motivasiyan odur ki, gələcəkdə top klublarda oynayasan və top futbolçularla qarşı-qarşıya gələsən. İnşallah da o da mümkündür, o da özündən asılıdır. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir. Evdə mətbəxdə elektron əşyalar, soyuducu, qaz plitəsi və digər elektronika lazım olduğu kimi su filtrlərdə mütləq lazımdır. Lazım yox, vacibdir. Ona görə ki, insan sağlamlığın qədrini bilirsə, mütləq filtr suyundan istifadə eləsin. Həm də rahatçılığımız üçün lazımdır bu bizə. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir. Inline su filtrlərindən və servisindən çox razıyam. Həm evimə, həm bağıma, həm də idman zalımıza quraşdırmışım. Vaxtı-vaxtında dəqiqliklə gəlib baxırlar, xidmət göstərirlər və servisləri həmişə kimi mükəmməldir. Təşəkkür edirəm Inline. Siz də su filtrləri əldə etmək istəyirsinizsə, həm nəqd, həm bir kartla əldə edə bilərsiniz. Ümumiyyətlə, bugünə qədər sənə dəstək olan olub? Bəli, dəstək olub. Serbiyə getməyimin səbəbi Rüstəm əmi çox dəstək oldu, kömək elədi, danışdı, seçimlərə getdi. Sonra Yusif Abbasov, onun köməyi çox olub bizə, orada qalmağa, hər şeydə kömək olub. İndi hal-hazır menecerin var? Menecerim hal-hazırda yoxdur. Bax, sənə ən birinci menecer lazımdır ki, menecer gecə-gündüz səni təklif eləsin, hüquqlarını tələb eləsin. Və bu günləri bəs budur problem bizdə ki, biz professional idmandayıq, ancaq ki, bəzi boşluqlarımız var. Bugün məşqçi menecerlik eləyir, menecer məşqçilik eləyir. Yəni, biraz tam fərqli işlərdir və burada mütləq menecerdir, vəkildir. Yəni, bu prosesdə professionala getmək istəyirsənsə, bu mütləq olmalıdır. Nurəddin müəllim bunu yəqin ki, təsdiqləyər. Bu vacib olan məsələ. Sən özünə aid olan işlə məşğul olmalısan. Sənin bir işin olmalıdır. Gündəlik məşqlər, disiplin, rejim, yatmaq. Sən bu olmalı, sənin ofis işlərini menecer eləməlidir. Bütün işləri əlavə olar görməlidir. Sən görməli deyilsən də. Gələcəkdə şans verilsəydi sənə, sən hansı komandanı seçərdin? Mən Azərbaycan milli komandasını seçərdim. Belə bir dənə sıxım. Halal olsun. Səbəb? Səbəb vətənim, ölkəm, ona görə də ki, Azərbaycan milli komandasını seçərdim. Azərbaycan milli komandasında oynamaq istəyirəm. Zaten məqsəd odur ki, U20-də, növbəti ildə, dünya çempionatında, yəni məqsədin odur ki, özünü yaxşı göstərəsən ki, Azərbaycan Özbəkistanda da keçiriləcək, orada iştirak eləyəsən. O barədə biz danışmışdıq. Yaxşı qardaş, deməli, sən burada, fundamentin burada olub. Bəli.
Ona görə buradan bizim komandalara vətəndə çıxış eləmisən. Bir də sabahda buradan onlara salam deyirik. Və sizin yetirməniz hal-hazırda kimlər ki əziyyəti olub uşağın üzərində, hal-hazırda öz sözünü Serbiyada da deyir. Hal-hazırda sözün varmı o insanlara, hansı ki səninlə bundan qabaq məşğul olublar, əziyyəti üzərində olub, fikrini bildirərdin? Çox təşəkkür edirəm həmin adamlara. Kimin mənim üzərimdə əziyyəti olub, çox sağ olsunlar. Yəni vətən klubuna, Vətən klubuna, Sabah klubuna. Sabah klubuna. Çox Və bu günləri də təşəkkürlərimi bildirirəm. İnşallah bu səviyyəyə çatmamda onların da bir yeri var. əziyyəti var. Əziyyəti var mənə. Və o sənin üçün də indi hal-hazırda böyük bir məsuliyyətdir ki, sən hal-hazırda Azərbaycanı Serbiyada o böyük klubda təmsil edirsən və gələcəkdə o səninlə uşaqlıqda məşğul olan məşqçilər, komanda sənə baxıb fəxr eləyəcəklər ki, vaxtı ikən biz Nazimlə bir yerdə, bir komandada olmuşuq. Məqsəd budur. Sənin üçün yaxşı motivasiyadır ki, o və ümumiyyətlə həyatda kimə nə sübut eləmək istəyirsənsə, sən onu oturub danışmaqla yox, hərəkətinlə sübut elə. Rüfət müəllim, mən həqiqətən də bizim futbol klublarına belə üstün müraciət elərdim ki, yəni gənc idmançıdan 6 yaşı var və hədəfləri böyükdür, niyyəti böyükdür, düzdür. Sən bir dənə sual verim, sonra yenə keçəcəm özü. Hədəfin nədir? Bax, sən burada fundament aldın, getdin Serbiya. Sonra fikrin nədir, hədəfin nədir sən? Hədəfim odur ki, top klublarda oynayım gələcəkdə, Azərbaycanı təmsil edeyim. Görsən, mən elə bunun fikrini almaq istəyirdim, görüm idmançının fikri nədir? Yəni ona görə deyirəm ki, biz üz tutardıq elə bir yerdə ki, həmin bizim o futbol klublarımıza ki, yəni idmançını nəzərdə saxlasalar, mən düşünürəm daha yaxşı. Çünki bu 16 yaşda ölkəni tərk eləyib, cəmaət öz valideyn himayəsi altında burada bilirsən də çoxları. Az bir adam var ki, ölkəni tərk eləyib, gedib başqa bir dövlətdə və o top tanınmış klublarda oynayırsa, təmsil edirsə, deməli bu idmançıdan nəsə çıxa bilər. Və mən düşünürəm ki, bunu nəzərdə saxlasalar daha yaxşı olardı ki, artıq bunu izləsinlər. Lazım olanda niyə bizim, misal üçün, istər futbolçu fərq edilmir, hər hansı idmançı, niyə başqa dövlətin təmsil elə, qoy özümüzü təmsil eləsin. Ki, məsələn, ən yaxşı klublarımız qoy elə dəvət eləsin, lazım, sən gəl bizdən oyna. Artıq biz idmanda hər bir sahədə dünyada sözümüzü deyən millətik. Kimi çatdı mı? Yəni ona görə də mən istəyərdim ki, nəzərdə saxlasan Nazim. Həm də ki, əziyyətdir də, başa düşürsən, uşaq 16 yaşında başqa ölkədə valideynləri istər-istəməz, valideynlərə də burada salam deyirəm və həqiqətən halal olsun ki, uşaqlarını dəstəkləyirlər bu günləri. Çünki valideyn, məşqçi, uşaq həmişə demişik, bu komandada özü və bu Avropada yer tutmaq, hansı bir komandada oynamaq bu zarafat bir göstərici deyil. İnşallah ki, hədəfi qeyd elədin ki, top klublarda Avropada oynamaq və burada oynasaydın Azərbaycanda, hansı klubdan çıxış etmək istəyərdin? Burada olsaydım, Qarabağda çıxış etmək istəyərdim. Qurban müəllim qeyd elədim. Qurban müəllim seçimini elədi. Hocanı seçirsən, aydın məsələdir. Çox futbolçular var ki, hansı ki Qarabağda oynamaq istəyirlər. Çünki Qarabağ Qafqazın brendidir və həqiqətən Qafqazın Barselonası deyirlər həmişə onu. Yəni mənə elə gəlir ki, Qafqaz yox, demək olar ki, bütün SNG-nin bu illəri onu da göstərdi ki, dünyada vaxtıkən biz Bayer Leverkusen rəhbəri olan məşqçi onda Alonso idi. Yadıma gəlir də 2 il bundan qabaq 97-ci dəqiqəyə qədər Qarabağ udurdu, sonra bilmirəm nə nətər oldusa nə baş verir. Yəni Qarabağ öz sözünü tək burada yox, bütün dünyada deyib Liqa Çempionovda. Ona görə də bu yaxşıdır, bu normaldır da, yəni deməyə ki, mən istəyirəm Qarabağda oynayım. Çünki Qarabağ böyük bir klubdur. İnşallah ki, sən də çalış ki, Avropada Azərbaycanı təmsil elə. Çünki məqsəd budur. Və ona görə də əziyyət çəkməlisən. Layiqlicə təmsil elə. Əziyyət çəkməlisən. Bir də ki, qardaş, bu dünya çempionatı keçirilir. Başa düşürəm, Portuqaliya baletlisən. Elə başa düşdüm. Bəli. Ən xoşladığın oyunçu Cristiano Ronaldo'dur. Yəni ona baxıb futbol oynamısan, yoxsa necə? Yəni o ilhamlandırıb səni. Bəli, ona baxıb oynayır. Onun disiplini, onun necə deyirlər, yanaşması həqiqətən milyonlarla futbolçunu necə deyirlər, o motivasiya verir. Mən özüm köhnə Ronaldo'nun kumiri olmuşam. Braziliyalı Ronaldo.
Nurəddin mənim tanıyır, dostdular Ronaldonu. İnşallah. Özdə Braziliyada tez-tez olmusan da, yəni ölkəsində niyə də olmasın, inan mənə ki, sənin dostların arasında elə insanlar var ki, hansı ki, Ronaldonu bəlkə daha Ronaldodan səviyyəli adamlardılar. İndi Ronaldo şey eləmir, Bizim maşallah olimpik çempionlarımız var. Bəli, o sırf o şeydən leveldan danışırıq. Onlar ən yüksək səviyyədə. Bəli, ən yüksək səviyyədədir. Ronaldo onlardan aşağıdır biləsiniz. Ronaldo pis olan deyil, Ronaldo kumur olmuş. Adam 2 dəfə döyüşü, qızıl topun sahibidir və dünyanın bugünə kimi gəlib gedən ən güclü hücumçusudur bu adam. Yəni bu zarafat bir göstəricisi deyil. Sənə də onu arzu edirəm ki, hücumçu olduğuna görə sırf Cristiano Ronaldo bilsən də yarım müdafiəçi olub. Sən isə hücumçusan. Mən də sol wingeram. Sən də son sol tərəf. Nömrə neçədir? Nömrə neçədir? 7 nömrə, 11 nömrə oynayıram. Bir də 10 nömrə bu pozisiyalar. Bildim, nömrə neçədir? Sən 7 11 10 işləmə. İndi hal-hazırda 7-sən. Bəli. 7 nömrəsən. Gələr usqumsan bunu. Bu adam konkret olaraq beynini qoyub ki, Cristiano Ronaldo. İnşallah. Yəni uğurlar Nazim sənə. İnşallah Nazimin adını biz Avropadan eşidəndə ya deyirsiniz ki, motivatordur. Necə ki bizim gənc güləşçilər, məsələn, bütün idman növləri bizim burada, bizim kanalda yer alırlar. Nazimə də biz yer verdik ki, göstərək ki, biz gənclərlə də işləyirik və inşallah ki, bizə baxanlar olacaq, fikirləri bildirərlər kommentlərdə. Sən də aktiv paylaşarsan və bir neçə ildən sonra inşallah ki, sənin uğurlarını yenədən biz bölüşərik. Uğurlar Nazim. Ümumiyyətlə məhsul var, prinsipi. Nəsə sual var, hər şeylə danışdıq, dünya çempionatı, nəsə Ronaldo, hamısından söhbət elədik. Bu gün mövzumuz futbol oldu. Futbol azərkeşləri üçün maraqlı bir mövzu oldu və Nazimi yadda saxlayın inşallah. Sizə dərin təşəkkürlərimi bildirirəm ki, məni buraya çağırdınız. Çox sağ olun. Bilirsən, mən söz deyim, keçən dəfə biz tədbirdə də danışanda Şəhriyar müəllim var MMA-da. Biz indiki bizim idmançılar döyüşürlər, qəşəng üzdən göstərirlər. Ancaq biraz danışmaq da lazımdır ki, çünki danışıq çox vacib olan məsələdir. Çünki pressa, Instagram, sosial şəbəkə Nazimdə də görən bu alınır. Nazim alınacaq, Nazim, bir onu deyirəm, 16 yaşı var. Ölkəni tərk edir, gedir, rahat gəlir. Yox, ola bilər tərk edənlər var. Yox, yəni indidən danışa bilir. Sərbəstliyi var da. Yəni çox vacib olan bir lazımlı bir necə deyirlər, o göstəricidir ki, Nazim həm də necə deyirlər, inşallah ki, oyunun danışmağından da yaxşı olsun. İnşallah. Onu görə bax, sən çəkilişi ürətməm elədi. Allah canını sağ eləsin. Yenə deyirəm, iş o qədər, indi tələsik çəkilişə başlamışdı. Ona baxmayaraq sənin çəkiliş elədik və biz sənə arzu eləyirik ki, sən professional olasan. Professional vaxtı bax, yenə gəlib biz onu və bununla onu qoyaq yan-yanar. İnşallah. Biz zəng vuraq ki, Nazim, vaxtın var qardaşım, sənə bir çəkiliş eləmək istəyir. Söz verdin də sən. İnşallah. Biraz fiziki hazırlığı çox işdə. Ronaldo deyirsən, Ronaldo oynanda elə bodybuilding oxşuyur. Nədən? Qaçmaqla deyir ki, fiziki hazırlığı 100%. Ona görə bax, Yamalın özü bir dənə bax ki, Arda Gülərə bax ki. Arda Gülərə gələndə Real Madriddə başladı fizikini daha da gücləşdirdi. Ümumiyyətcə fiziki güc elə bir şeydir ki, adi güləş. Любой fazla fiziki güc hər bir idman növünə lazımdır. Hər bir. Futbola tem bolli. Düzdür. Kommentlərinizi yazın, futbolçularımıza dəstək olaq. İnşallah bütün idmançılarımız dəstək olaq. Rəsəm, sənə təşəkkür bildirirəm, vaxt vardın. Mən motivatora yenə öz təşəkkürümü bildirirəm. Bax, sizə başda olmaqla bütün heyətimizə Allah canını sağ eləsin. 6 il bundan qabaq demişəm, yenə deyirəm, get-gedə inkişaf eləyirsiniz. Bizlər də sizin yanınızdayıq inşallah. İdman sahəsində hər bir sahə. Çünki siz düzgün yoldasınız. Allah razı olsun. Hədəfə gedirsiniz. Biz də varıq. Növbəti efirdə Nurəddin müəllimlə bağlı ancaq güləş, geniş məlumatlar. Təşəkkür edirəm. Sağ olun Nurəddin müəllim, çox sağ olun. Allah razı olsun. Sağ ol Nazim.